Hər səhər oyananda özümü gərgin və yorğun hiss edirəm. Nə qədər yatsam da yuxumu tam ala bilmirəm. Daim depressiv vəziyyətdəyəm. Hər gün baş ağrılarından, bədənimin müxtəlif nahiyələrində olan əzələ ağrılarından əziyyət çəkirəm. Diqqət, yaddaş problemlərim var. Əgər siz də bu kimi simptomlardan əziyyət çəkirsinizsə, bütün bunlar fibromiyajinin göstəricisi ola bilər. Fibromiyaj sendromu insanların çoxuna məlum olmayan, amma minlərlə insanın gündəlik həyatını çətinləşdirən gizli bir xəstəlikdir. Bu xəstəlik görüntüləmə üsulları və qan analizləri ilə görünmür, daha çox psixolojik ağrıdır deyib üstündən keçirik. Amma nəzərə alaq ki, fibromiyaj sendromunda pasiyentlər psixolojik deyil, həm də fiziki ağrıdan əziyyət çəkirlər. Belə pasiyentlərdə hiperalgezi, yəni ağrıya qarşı həssasiyyətin artması müşahidə olunur. Fibromiyaj sendromunun müalicəsi multidisiplinar şəkildə nevroloq, fizioterapevt, psixoloq, dietoloqun dəstəyi ilə aparılmalıdır. Bu şəkildə peşəkar və düzgün aparılan müalicə metodları ilə ağrılarınızdan qurtula və aktiv həyatınıza geri dönə bilərsiniz.